Hörmətli danışıqlar, əvvəl icazə verirsin, hər birinizi salamlayır. Bugünkü tədbirimizdə bilirsiniz, həmişə olduğu kimi böyük mazurğanların rəhbərləri, xidmət təşkilatlarının rəhbərləri iştirak edirlər. Onların adından sizi salamlayıram və bugünkü görüşümüzə uğurlar arzulayıram. Bizim bu səyyar görüşlərimizin kökü, mənbəyi hardan gəlir? Bilirsiniz ki, Cənab Prezidentin birbaşa nəzarətində olan və onun tövsiyə tapşırıqları əsasında tərtib olunan qrafik, bizim administrasiyanın razılaşma qrafikindən biz yerlərdə səyyar görüşləri keçiririk. Sizlə birlikdə kənddə olan məsələlərin araşdırılması və sizlə birlikdə kənddə dağıdılan məsələlərin, problemlərin həllində biz sizlə birlikdə olalım. Mənim sözüm enerji idarəsinədir. 20 ildən çoxdur, mənlə bizim qonşumuz arasında, Qurğunay Ramazan arasında, yəni elektrik dirəyinə böyük ehtiyacımız var. Küləkli hava olanda, yağışlı hava olanda biraz da qorxulu vəziyyətdə oluruq. O həyətdə olan transformatorun götürülməsini istəyirəm mən. O transformatorun mənim həyətdə 10 dənə dirək. Kim istəyir onu? O altdaki pastamentdir, o pastalkadır. O da dağılıb, sökülmə ələfəsindədir. Mən o ələ deyməmişim. Demək niyyətim də yoxdur. Mən bilmirəm, bu kəndə bir neçə transformatorun götürüb kənarda qoymasına imkan yaradanda mənim həyatda olan transformatorun götürülməsinə niyə baxılmır?